Bugün 12 may həm ölkəmizdə bitki mühafizəsi günü, həm də dünyada beynəlxalq bitki sağlamlığı günüdür. Qida zəncirinin 80%-ni təşkil edən yaşıl dünya hər gün müxtəlif iqlim dəyişiklikləri və zərərvericilərin təzyiqi ilə mübarizə aparır. Heç düşünmüsünüzmü? Göz oxşayan hər bir yaşıl yarpağın arxasında əslində bizim varlığımızı təmin edən böyük bir ekosistem dayanır. Bu yaşıl yarpaqlar təkcə təbiət deyil, onlar həm də bizim nəfəsimizdir. Bitki sağlamlığı əslində elə bizim öz sağlamlığımızdır. Bu mübarizədə bitkilərin səssiz fəryadını eşidən və onları elmin gücü ilə qoruyan insanlar var. Onlar təkcə tarlaları deyil, həm də bizim gələcəyimizi mühafizə edirlər. Məqsədimiz sadəcə zərərvericilərlə mübarizə aparmaq deyil. Biz istəyirik ki, fermerlərimizin aylar boyu çəkdiyi o ağır zəhmət hədər getməsin. Süfrənizə gələn hər bir məhsul sağlam və tam təhlükəsiz olsun. İnformasiya və məsləhət xidmətlərimizlə hər zaman yanınızdayıq. Həm də sahələrdə birbaşa ön cəbhədəyik. Zərərvericilərə qarşı mübarizəni elmi biliklərimiz və əməli fəaliyyətimizlə şəxsən həyata keçiririk. Təbiət bizə əmanətdir. Bu əmanəti qorumaq isə bizim borcumuzdur. Gəlin təbiətin bu misilsiz mirasını birlikdə qoruyaq ki, gələcək nəsillərə daha sağlam yaşıl bir dünya ötürək. Biz işimizi sevərək edirik. Siz də bitkilərinizi sevgisiz qoymayın. Gələcəyimizi birlikdə sağlam addımlarla böyüdək.